Sabahınız xeyir olsun əziz müştərilərimiz. Məndən xahiş eləmişdiniz ki, Nərmin xanımın necə eləyirsiniz, başdan ayağa mənə göstərin. Və bizə göstərin, biz onu görək. Bax qadan alım. Moruğu almışıq, qəşəng yumuşuq, suyu süzülübdür, xala qurban. İndi bir lay moruq, bir lay pesoq, bir lay moruq, bir lay pesoq. Düz axıra qədər. Məndə indi 4 kilo moruq var, qadan alım. Ola bilər ki, mən bunu 3 kilo eləyəm də, yəni çox yeri balaca olmasın. Sonra üstünü pesoqluyursan qadan alım, axırıncının da üstünü pesoqluyursan, ağzını örtürsən qalır. 2-3 saatdan sonra gəlirsən onu taxta qaşıqla gözəl-gözəl qarışdırırsan. Gündə 4 dəfə, 5 dəfə onu qarışdırırsan ki, o pesoq onun canına həll olsun. Düz 3 gün dalbadal, 3-cü gündə qarışdırırsan, görürsən ki, bütün hamısı qarışıbdır, pesoq onun canına hopufdur, çəkib canına. Ondan sonra bankalara yığıb nuşucanlıqla qışa saxlayırsınız, qoyursunuz xaladelnikə. İşte bu qədər. Allah heç kimin gözünü, heç kimin süfrəsində eləməsin. Hamının süfrəsi bol olsun. Bilə bilməyənlər, başa düşə bilməyənlər WhatsApp-ında yazar. Eyvallah, ne zaman istersen.